Amca ne oldu sana böyle? Oğlum diyor. Oğlunuz dövdü. Evet. Amcam yani böyle bir şey nasıl yapar? Nedir? Derdi neymiş? Hiçbir derdi yok. Serap. Sarhoşken Evet. geldi. Geldi saat 12 veya 1 arası dedim. Yanımız dövdü. Siz davacısınız. Davacı oldunuz. Oğlum da olsa davacı. Bir daha yüzünü görmek istemiyor. Rəbbin yalnız ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara uf belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə. Onların hər ikisinə rəhm edərək, təvəzzökarlıq qanadının altına al və ey Rəbbim, onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, sən də onlara rəhm et.